İnsan illərlə bir də görürsən hörmət qazanır. Damcı. Amma birdən elə bir hərəkət edir ki, bir günün içində o adam bir hörmət olur ki, deməli 30 il əziyyət çəkib o hörmətə gətirib bir gündə yox olur. Belə şeylər var. Ailə də elə. Əziyyətlə bir məsələn bir də görürsən ki 10 küncündə yaşayırlar, sonra evli olurlar, yavaş onarlar, şkafı yoxdur, hər şeyi düzəldirlər, sonra birdən-birə. Buna bizim loru dildə qudurğanlıq deyirlər, bəzən insan qudurur, o da pis şeydir. Ona görə də hər bir insanın içində bir daxili tənzimləyici olmalıdır. Bu tənzim eləməlidir. O elə başlı başına bıraxsan olmaz. Dində də deyir, iblis insanın içindədir. O iblis bəzən öz işini görmək istəyir, adamı düz yolundan saptırmaq istəyir. Amma xeyir qüvvələr də var axı insanın içində. Oğul odur ki, o xeyir qüvvələr onu, o iblisi məhv eləsin. İnsanın bir vüqarı olmalıdır, bir mənliyi olmalıdır, bir həyat kredosu olmalıdır.